Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah arkadaşlar, Allah bugünkü orucumuzu kabul olan oruçlardan etsin. Elhamdülillah, necə bilirsiniz, Zilhiccə ayındayıq. Zilhiccə ayının əvvəl 10 günündə və bu gün də Arafa orucunu tutduq. Arafa gününün orucunu tutduq. Yəni Zilhiccənin 9-u. Elhamdülillah, bu ibadətin bir növüdür. Və fikir versəz, dinimiz bəzi ibadətləri orucla keçirməyi, orucla qeyd eləməyi bizə tövsiyə edib. Məsələn, Arafanın 9-udur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyuruyor ki, kim oruç tutsa o gün. Kim oruç tutsa bir il keçmiş və bir il gələcək günahları yolur. Yəni, amma başqa ibadətlər də var. Lakin məhz oruc qeyd olunur. Onu göstərir orucun yeri dində. Orucun yeri. Çünki biz bilirik ki, oruç tutmaq bir dənə Ramazana xas deyil. Başqa günlərə də xasdır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem necə buyurur, hədisi qüdsüdə Allah-u Teala buyurur ki, oruclu mənim üçün və onun əcri mən verirəm. Və həmçinin Arafa günü özlüyündə də seçilir. Həm həcdə əsas rükunlardan biridir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Əl-həccu Arafa. Yəni, həc Arafatdır. Yəni, Ərafat deyilən bir yer var. Yəni, ona çatdın Arafata, hətta azanı, məğrib azanınacan adca qalmış, o sərhəddən keçdin Arafat deyilən yerdə həccin sayıldı. Yox, əgər məğribdən sonra çatdınsa, qıtardı, gecikdin həccə. Yəni, belə bir böyük yer tutur həcdə, həccin əhkamlarında. Və həmçinin, ümumiyyətlə, ne üçün Arafa deyilib? Arafaya ne üçün Arafa deyilib? Həm yerə, həm günə. Təbii ki, gün də o yerdən götürülür. Çünki əsasən Zilhiccənin 9-u olur o gün, o yerdə. Ona görə günə də 9-cu günə Arafa günü deyiblər. Bəzi təfsirçilər qeyd edirlər ki, məsələn, Qurtubi kimi və başqaları kimi deyirlər, Arafa məhz deyilməyi, İnsanlar orada cəm olurlar və bir-birlərindən tanıyırlar bir-birlərini. Ona görə Arafa deyilib. Çünki ərəb kəliməsində də o məna verir. Və bəziləri deyir ki, başqa mənalar verirlər. Ne üçün Arafa deyilib o yerə? Ki, Cəbrail əleyhissalam, İbrahim əleyhissalama həccin əhkamlarını göstərəndə hələ deyirdi, göstərərdi Minanı, göstərdi Minanı, göstərdi Müzdəlifəni, göstərdi Arafanı. Hər dəfə deyir ki, Arafda, yəni bildin. İbrahim əleyhissalam da deyirdi ki, Arafdu. Yəni bildin. Və bəzi təfsirçilər başqa səbəb qeyd edirlər Arafa adlandırılmaq səbəbi. Və deyirlər ki, Adəmlə Həvva əleyhissalam o vaxt ki, cənnətdən yer üzünə düşdülər, orada görüşdülər. Arafa deyilən yerdə. Allah bilir, hər halda indi adların hər biri yana adların qoyulmağında səbəb var. Və gün əzəmətlidir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, bir il keçmiş və bir il gələcək günahları yuyur bu oruc. Lakin aydındır ki, kiçik günahları, böyük günahlar tövbə ilə gedir. Amma kiçik günahlar salih əməllərlə gedir. Həmçinin Allah Teala'nın rəhməti. Fikir versən, bir gün oruc və böyün əcrinə bax, savabına bax, nəticəyə bax, nəyə səbəb olur? Bir il az deyil və keçmiş və həmçinin bir il gələcək. Allah Teala'nın rəhmətinə dəlalətdir. Allah Teala çağırır öz rəhmətini qazanmaq üçün. Eləsi var qəbul edir, eləsi var vecinə deyil, eləsi var qiymət vermir, varmır ona. Başa düşmür. Başa düşəndə də gec olur. Və bu Arafa günü fəzilətlərindəndir. Həmçinin Arafa günü, qardaşlar,
Biz bilirik ki, ayə nazil olub. Ən axırıncı ayələrdən biridir. Peyğəmbər sallallahu aleyhi ve sellem Arafa günü, Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə həcc edib ömründə. Əvvəl 4 dənə ömrə eləmişdi. Sonda, həyatının sonunda bir dənə həcc elədi. Və Arafa günü xütbə verdi. Məşhur xütbə, vəda xütbəsi. Və o xütbədən sonra ayə nazil oldu həmən gün, Arafa günü. Maidə surəsi 3-cü ayə. Allah Teala buyurur ki: "El-yevme ekmentu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekum l-İslam'e dinen." El-ayə. "El-yevme ekmentu lekum dinakum." Bu gün sənin dinin tamamlandı. Çünki ne üçün? İslam 5 şərtdir axı. 5 şərt var. İslamın 5 əsası var. Şəhadətdir, namazdır, orucdur, zəkatdır, həcdir. Və ya şəhadət, necə Buxarıda gəlir, şəhadət, namaz, zəkat, Ramazan, oruc və həcc. Və başqa cür ləfsi də gəlib. Həcc, sonra Ramazan. Lakin fərqi yoxdur, eyb etməz. Və artıq şəhadət aydındır, namaz aydındır, fərz olunmuşdur. Oruc da fərz olunmuşdur hicrətin 2-ci ilində. Zəkat da fərz olunmuşdur. Bir dənə qalmışdı həcc. Həcc də bitdi. Ona görə Allah Teala bu həcci eləyəndən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem məhz Arafada ayə nazil oldu. Allah Teala bildirdi ki: "El-yevme ekmeltu lekum dinakum." El-ayə. Bugün sənin dinin tamamlandı. Elhamdülillah. Həmçinin qardaşlar, başqa dinlər də qibtə eləyirlər. Qibtə eləyirlər. Necə Ömər ibn Xattab radiyallahu anhu deyir, cuhudlardan biri buna dedi ki, siz ey müsəlmanlar, Quranda bir dənə ayə var, siz oxuyursunuz. Əgər o bizə nazil olsaydı, o günü bayram qeyd eləyərdik. O günü bayram qeyd eləyərdik. Və Ömər ibn Xattab dedi ki, cuhuda bəs hansı ayədir? Dedi ki, bəs "El-yevme ekmentu lekum dinakum." Yəni Allah Teala şahidlik edir ki, bugün sənin dinin tamamlandı. Dində yəni tamam naqislik yoxdur. Ona görə biz bidətçiləri nə üçün tənqid edirik? Onlar artıq fikirlər gətiriblər. Nə üçün xavaricləri tənqid edirik? Onlar artıq fikir gətiriblər. Nə üçün murciələri tənqid edirik? Artıq fikir gətiriblər və ya mütəzilləri və ya başqaları. Çünki din Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında kamil idi. Dini məsələlərdə əlavəyə ehtiyac yoxdur. Əlavə. Bütün bidətçilər əlavədədir. Bütün bidətçilər. Sadəcə fərqlənirlər. O əlavə azdır ya çoxdur. Elə bidətçilər var ki, özünüz bilirsiniz, başqa dindir. Başqa dindir. Əlavə qalsın qırağı. O da yükləyiblər özlərini, başqa din olublar. Yəni, İslamdan heç də yoxdur, Quran-ı Kərimdən və ya Səhih sallallahu aleyhi ve sellemin hədislərindən heç də yoxdur orada. Hamısı uydurma, əfsanələr, yuxu, ağıl mənə elə gəlir və bir gecənin nağılları və s. Ona görə qardaşlar, yəni bu din, bu ayə dəlildir ki, din kamildir Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında. Tamam. Və Ömər ibn Xattab nə deyir cuhuda? Deyir ki, biz Peyğəmbər sallallahu aleyhi ve sellem bu ayəni eşitdiyib, mən bilirəm hansı gündə nazil olub və harada nazil olub və Arafa günü nazil olub. Arafa günü nazil olub. Ömər ibn Xattab şahidlik eləyir ki, bu Ömər ibn Xattab, yəni Əli ibn Əbi Talibin kürəkənidir. Bunu Kulsumə Əli ibn Əbi Talib vermişdi Ömər ibn Xattaba. Qaçırıb eləməmişdi, yox, qorxmamışdı, yəni öz xoşu ilə vermişdi. Ona görə Ömər ibn Xattab Əli ibn Əbi Talibin kürəkənidir. Və Ömər ibn Xattab deyir ki, biz bilirik bu ayə nazil olub və Ərafa günü nazil olub. Bu ayə dəlildir ki, Ömər ibn Xattab şahidlik edir ki, bu ayə Ərafa günü nazil olub. Sadəcə burada sual çıxır, indi biz bilirik ki, Arafa günü edilən əməllərdən biri də indi orucdan əlavə duadır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ən xeyirli dua Arafa günündə edilən duadır. Lakin sual çıxır ortaya. Bu dua xas həcdə dayananlar üçündür, yəni Arafa deyilən yerdə dayanan üçündür, yoxsa ümuməndir, o günü dua eləmək aiddir. Allah aləm, lakin səhih budur ki, o günə aiddir. O Arafaya deyilən yerə yox bir dənə. Ümumidir. Yəni onu
xüsusiləşdirən bir açıq aydın dəlil yoxdur. Ona görə ümumən Arafa günü ən əfsəl əməllərdən də biri duadır. Həmçinin bugün mələklərin nazil olmağıdır, şeytanın vəsvəsələrin zəifləməsidir və s. və s. Yəni gün qardaşlar xeyirlə dolu idi. İndi kim qazandı, savabın qazandı. Kim məhrum elədi, özü bilə-bilə məhrum etdiyini, bilməyə-bilməyə yenə özü məhrum etdi. Sadəcə, elhamdülillah, yəni məqsəd nədir? Məqsəd odur ki, qardaşlar, bu günlərdən istifadə eləyək, faydalanaq, özümüzü hesaba çəkək. Sabah, məsələn, əzəmətli günlərdən biri də bayramdır. Bayramdır. Və elhamdülillah biz bilirik ki, bayram şəriətdə, dində ikidir. Ramazan bir də, qurban fikir versən, yəni Ömər ibn Xattab nə deyir? Deyir, əgər Cuhud nə deyir? Nazil olsaydı, bir gün bayram eləyərdi. Ona görə var, məsələn, bəzi firqələr var ki, haradasa xutbə olub, o günü bayram eləyirlər. Haradasa nə olub, o günü bayram eləyirlər və s. Hələ şey yoxdur bizdə, dinimizdə. Bizim yolda, elhamdülillah, bizdə bayram iki dənədir. Qurban və dini məsələlərdə. Dini məsələlərdə, dinə aid olan məsələdə qurban, bir də Ramazan bayramıdır. Elhamdülillah və o bayramlardan biridir sabah. Elhamdülillah, əzəmətli gündür və elhamdülillah, yəni özümüzü hesaba çəkək. Ya oturaq, papamızı qoyaq, qıvalı bir fikirləşək, nə etdik, nə səhvlər etdik, etməyək, nə xeyirləri tərk elədik, onları çalışaq. Gələn günlərimizdə, gələn ildə, gələn aylarda edək, nə Allah ömür verib. Və həmçinin də dəyişilək. Dəyişilək nə istiqamətdə? Yaxşı istiqamətdə, qardaşlar. Bu, məsələn, bəzi qardaşlar kimsə kiminlə biraz inci idi, ararı kini götürsün. Kimi qardaşlar elm öyrənmir, elm öyrənsinlər. Kimi qardaşlar dərslərdə oturmur, dərslərə qulaq assınlar. Yəni dəyişilək. Yəni bu münasibətlər qardaşlar hələ belə deyil. İnsanın yaxşı olmağı üçündür. Elə belə gəlməsin, qurban bayramı keçdi və salam, bizdə bir dəyişiklik olmadı, hələ olmasın. Aydın qardaşlar və mən çox danışmaq istəmirəm, olsa bunları bilirsiniz, sadəcə təkrarlayıram. Allah subhanət hələ bizə eşir faydalardan etsin. Allah bizim ibadətimizi qəbul etsin. Allah iftar verən qardaşların malına bərəkət versin. Allah müsəlmanlara kömək olsun. Allah xalqımıza hidayət versin, kömək olsun. Allah bizi əmin-amanlığı daha da artırsın. Kim əmin-amanlığı pozursa, o pozulmağı olan özlərini etsin. Allah bizi eşitib faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.